Hörmətli izləyicilər, bugün Como Coffee Shop'unda bizim gözəl, dəyərli, əziz, yəni həqiqətən də savadı ilə, xanım xatırlığı ilə və gülər üzü ilə könüllərdə taxt qurmuş Yeganə Rəşidova, nevropatoloqumuzla bir mini söhbətimiz olacaq. Kofemizi içə-içə biraz duyğulu anlar yaşaya da bilərik, biraz sevincli anlar da yaşaya bilərik. Burada təbii ki, nəzərə alın ki, Coffee Shop'dur və çox da gözəl kofeləri var. Səs-küy ola bilər. Önəmli olan bizim burada danışdıqlarımızdır. Bəli. Doktor, hazırsınızsa Hazıram. biraz sizi daha yaxından tanıyaq. Hazırıq, amma elə ki, necə deyək, könlümə toxunmayın ki, mənim biraz çox duyğusal bir insanam. Mən söz vermirəm, könül dəftərim adı üstündə. Başlayaq. Başlayaq. Doktor, salam, xoş gördük. Aleykümselam, xoş gününüz olsun. Bugün könül dəftərimin qonağısınız və biraz könül söhbətləri edəcəyik. Adətən biz sizi bir nevropatoloq kimi davamlı belə xəstəliklərdən, gündəlik insanların yaşadıkları çətinliklərdən bəhs edən bir şəxs kimi tanıyırıq cəmiyyətdə. Amma bugün həmin nevropatoloqun Yeganə Rəşidovanın bir də könül dünyasına səyahət başlayır. Yeganə Rəşidova kimdir? Yeganə Rəşidova pasientlərin qoruyucu mələyi, onların sağlamlıq mələyi olan, amma içərisində çətinliklərdən yoğrulmuş, özünün içərisində çarpışaraq uşaqlıq xatirələrini atasına verdiyi bir sözü, mən gözəl bir həkim olub, yəni xəstələrimə şəfa dağıdacam kimi bir sözü tutaraq çarpışan mübariz bir qadındır. Ata mövzusunda mən çox həssas bir adamam. Çünki atalı günlərim mənim bəlkə həyatda yaşadığım ən gözəl günlərim olub. Mən jurnalist olmaq istəmişəm. Ucqar bir kəndə yaşayırdıq. Orada bu su butulkaları deyirik də, onları daimi əlimdə alıb özümə danışan bir uşaq olmuşam. Və mənim atam, yox, sən həkim olacaqsan, gələcəm sənin qapında şəfa görən xəstələri görəcəm və əlinlə göstərdi ki, ürəyim bax belə olacaq kimi bir hisslərlə böyütdü məni və nə yaxşı ki də həkim oldum. Amma çox əfsuslar olsun ki, atam mənim həkim olduğunu görmədi. Və mən həyatda o verdiyim sözü tutaraq bugün də hər zaman onu yaşatmışam. Hər bir xəstəyə özümünki kimi, yəni mənim o qarşımda duran yaşlı bir insan mənim atamdır, ya cavan bir insan mənim ən yaxınım, öz balamdır prinsipi ilə yaşamışam. Çünki mənim atama bir vəfa borcum, bir söz borcum var. Yeganə Rəşidova üçün vəfa anlayışı ümumiyyətlə nə deməkdir? Ölüm kimi bir şeydir. Əgər Yeganə o sözü deyibsə, həyatının riskinə gedər, o sözü yerinə yetirəcək. Ən yüksək mərtəbədə ailə dəyərləri, dost anlayışı. Yəni bir adamı mən sevdimsə sevəcəm. Yeganə Rəşidova üçün ən böyük peşmançılıq nədir və ən böyük xoşbəxtçilik nədir? Bir də 20-lərinizə qayıtsaydınız, nədən başlayardınız? O peşmançılıq içimdə var. Nədən bağışladım? Elə şeylər var ki, gərək onları bağışlamayasan. Elə tip insanlar var ki, onları bağışladıqca elə düşünürlər ki, sən ondan ya qorxursanmı, ya sən ondan acizsənmi, ya sən ondan zəifsənmi. Amma sən ailə tərbiyələrini, ailədə səni necə böyüdüblər, o formada bağışlayırsan. İnsanlar bir-birini əzdikcə sanki özlərinin əzilmiş duyğularını tatmin edirlər. Türklər demək, Elə də sanki belə, özlərini böyüdürlər. elə də olur. Amma özlərini elə düşünürlər, əslində elə deyil. 20-lərə qayıtsaydım, sualını versəydiniz, 20-lərə daha güclü olub o insanları heç bağışlamazdım. Bəlkə də bugünkü gücünüz elə o 20-lərdə yaşadığınız yaşantılara borcludur. Bəlkə də. Bir pilləkənin ən yuxarı mərtəbəsindən aşağıdan baxanda ora çox balaca görsənir, aşağı böyük görsənir. Amma yuxarı çıxanda baxırsan ki, əslində aşağı ən balacasıymış, yuxarısı ən böyüymüş. Bəlkə də bugünkü böyük Yeganə xanımın olması üçün o kiçicik problemləri aşmanız lazım imiş. Aşmısınız? Əlbəttə. Bir məni daha güclü edən çox vaxtsız ata itirməyim oldu. Çünki qızın bir ata dayağı var, arxam dayağım var kimi. Özüm institutu bitirmişdim. Yəni arxamda məndən başqa 6 uşaq var idi. Yəni ən böyükləri mən idim. Mən onlara böyüklük etməli idim. Onlara yol göstərməli idim. Təbii ki, mən çox kasıb bir oğlanla ailə qurmuşdum. Orada söhbət maddiyyatdan getmir. Orada sadəcə mənəvi bir dayaq olmalı idim mən o 6 uşağa. Üstəgəl atasızlıq bir tərəfdən o məni güclü etdi.
Bir də müəyyən bir yaşandıqlarım məni daha güclü etdi. Düşünürdüm ki, mən güclü olmalıyam. Özdə bilirsiniz, o dövrlərdə çox belə maddi qıtlıqlar var idi. Yəni atamız rəhmətə getmişdi. Heç kim bizim maraqlanmırdı, düşünmürdü ki, bu yetimlər nə yeyir, bunlar necə yaşayacaq. Amma mənim atam elə bir ata olmamışdı. Hər yetimlər atası olmuşdu. Bir tərəfdən gücü ondan aldım ki, mən daha güclü olmalıyam. Ümumiyyətlə məni ən güclü edən bir şey, bir də onu qeyd edim ki, sən bacarmazsan sözüdür. O sözü ki, mənə desən ki, sən bacarmazsan, bilin ki, onu mən edəcəm. Mən sizə bir misal çəkim. Tanıyanlar bilir, biz Əhmədlidə yaşayırdıq. Uşaqlar yəni hazırlığa gəlirdilər, şəhərə gəlirdilər. Yəni çox çətinlikdir. Özdə iki qardaş bacı. Bunlar çox istəyirdilər ki, biz şəhərə dəyişək evimizi. Mənim də bir yaxın bildiyim, bir rəfiqəm deyim də belə. Bunlar bilirdim ki, tikinti işi ilə məşğuldular. Mən müraciət elədim ki, bəs mən bilirəm siz tikinti ilə məşğulsunuz. Mənim də o qədər sözüm doğrusu maddi durumumuz ona yetməzdi ki, biz Əhmədlidən evimizi tutaq ki, sataq, gələk şəhərdə alaq. Sadəcə buna dedim ki, bəs yaxın bir adam kimi də mən bilirəm sizinkilər bu işlə məşğuldur. Bizə bir kömək edə bilərsiniz, hissə-hissə pulu verərik. Heç vaxt yadımdan çıxmaz. İki əlindən belə ki, yox, siz o gənclikdən ev ala bilməzsiniz. Belə baxdım, nədən biz ala bilmirik ki? Mən həkim, məsəl üçün də yoldaşım həkim, niyə ala bilmərik ki? Yəni mən bunu edəcəm. Bunlar bilirdim ki, gənclikdə tikirlərdə o evi. Mən gəldim Zabitlər bağının yanında. Bax, axtardım, aradım, dedim bunu edəcəm. Bilirsiniz də o təmir işləri, o dizayn işləri. Yəni elə qurdum ki, dedim mən bunu edib onu hələ dəvət edəcəm, baxsın, görsün ki, doğrudan yetər ki, bir işi halal bir yolla edəsən, düşünəsən. Vallahi etmək olur. Doktor, qismətimiz bizim çabamızdır. Qismətimiz çabamız deyil, bəlkə çabamız qismətimizdir deyək. Bu da maraqlı. Tənbəl bir insan otursun desin ki, mənim qismətim olacaq, mənə gələcək. O mümkün olan bir şey deyil. Qismət insanın öz əlindədir. Qismət insanın çabasındadır. Qismət insanın tökdüyü tərindədir, etdiyi hərəkətlərindədir. Mən özüm qadın olula elə olub ki, əvvəllər dövlət işində bir atlat yarım mən işləyirdim. Ondan sonra da mən hələ gedirdim özələ. Qarşımda bir məqsəd var idi. Mən bu məqsədə çatacağam. Mənim yəni övladlarım istəyirlər şəhərdə yaşamalıdır, şəhərdə yaşayacaqlar. Bilirsiniz, insan yetər ki, bir məqsəd qoysun. Mən hər zaman övladlarıma demişəm, mən sizə möhtəşəm bir yaşam təqdim edə bilməsəm də sizə gözəl bir təhsil verəcəm. İnsan yetər ki, qarşısına məqsəd qoysun. Mənə elə gəlir ki, o qoyduğu məqsədə çata bilir. 33-34 yaşlarında bir tanış var. Soruşdum ki, həyatdan gözləntin nədir? Həyatda nə yaxşı, yəni nə məqsədin var? Adam sadəcə belə donuq üzümə baxdı ki, əşi nə məqsədi? Ye, yaşa, keyf elə. Məqsədsiz insanlar çoxdur. Onu deyim, deməyim ki, azdır. Var həqiqətən. İnsan məqsədsiz insan mən nəyə bənzədərdim? Sürücüsüz araba kimi bir şey. Həyatda məqsədsiz yaşamaq mı olar? Yəni qarşıma bir məqsəd qoyursan, onun üçün çabalayırsan, o qədər xoşdur ki, mən həyatda çox əziyyət çəkmişəm. Həqiqətən bir qadın olaraq çox əziyyət çəkmişəm. Deyim ki, mənim üçün düz xətt olub, yaşıl xətt olub, yox. Düşünürəm ki, peşmanam mı çəkdiyim əziyyətə? Xeyr, peşman deyiləm. Çünki mən o çəkdiyim əziyyətlərin bəhrəsini görmüşəm. Möhtəşəm övladlarım var. Məqsədim olub ki, mən həm əziyyət çəkib işləyəcəm və övladlarıma gözəl tərbiyə verəcəm. Bu gün cəmiyyət üçün yararlı, dövlətimiz üçün yararlı və ailə üçün yararlı 3 gözəl övlad böyütmüşəm. Allah qorusun. O da yenə məqsəd və əziyyətimizin bəhrəsidir. Yeganə Rəşidova üçün bəs günəş nə zaman doğur, nə zaman batır? O yeganə Rəşidova üçün günəş doğan zaman mənim övladlarımın üzünün gülüşləridir. Bəs günəş nə zaman batır? Onu deyim, yenə mənə gəlir ki, günəşin mənim atam rəhmətə gedəndə batır. Ağlama çox gözəl hisdir də, bilirsiniz. Cəmiyyət artıq bizə çox güclü ol, çox qəşəngim, yoxunu var kimi görsət. Buraxın yoxumuzu yox kimi görsədə. Baxın, zaten bizim özümüz insan olaraq bir heçik. Axı hər şeyin ən gözəlliyi sadəlik deyilmi? Əlbəttə elə. İnsan həmişə nədən danışır, olmayan bir şeydən. Bizim sabahımız bugünkü atdığımız addımlar deyilmi? Deyərdim ki, bəli. Bugün atdığımız səhv addımlarla da sabahı yazırıq, düz addımlarla da sabahımızı yazırıq. Onda sabahımızın nə olacağına biz bugün qərar verməliyik. Əlbəttə, birmənalı.